Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. AXC TV-nin Azad Meydan verilişindəsiniz. Zoom üzərindən bugünkü müzakirəmizi ərsəyə gətirəcək. Diqqətinizə çatdırmaq istəyirəm ki, verilişimizin qonağı hörmətli millət vəkilimiz Vüqar Bayramovdur. İqtisadçı millət vəkilimizdir. Hörmətli Vüqar müəllimlə biz qarşıdakı dəqiqələrdə ipoteka kreditləri, bazarda dəyişən qiymətlər və əlbəttə ki, bu portfellərin vətəndaşların, ələ xüsusda gənc ailələrin yararlanmasının perspektivlərini qarşıdakı dəqiqələrdə müzakirə edik. Vüqar müəllim, xoş gəlmişsiniz efirimizə. Xoş gününüz olsun, hər vaxtınız xeyir. Xoş gördük sizi bir daha efirimizdə. Vüqar müəllim, sizin bu yaxınlarda elə açıqlamanız oldu, belə bir fikirləriniz oldu ki, təbii ki, bir neçə iqtisadi ipoteka kreditləşməsi ilə bağlı bir neçə üslub mövcuddur. Klassik deməli, klassik ipotekadan istifadə. Eyni zamanda biz bilirik ki, Mənzil İnşaat Dövlət Agentliyi də müxtəlif deməli, öz məhsullarını təqdim edir. Midadan, qeydiyyatdan keçir vətəndaş, öz çərçivəyə, belə deyək, öz kabinetini açır. Kabinetdə həm güzəştli ipoteka kreditlərinə yararlana bilir, eyni zamanda agentliyin ərsəyə gətirdiyi sosial evlərdən də təminat ala bilir. Və sizin təklifinizdə belə başa düşdü ki, ələr xüsusiz təklif edirsiniz. Bütün deməli, bu portfellər uyğundur, amma sosial evlər, yəni hazır olan evlərin alınması bugün daha uyğundur. Ümumiyyətlə, mən istəyərdim ki, həm də o fikirdən başlayaq ki, bugün, ki, 2 il, 3 il, 4 il bundan öncə verilən şərtlərlə haradasa mənzil bazarında evlərin alınması mümkündürsə, bugün hətta iqtisadiyyat üzrə, yəni iqtisadçı ekspertlər, ələ xüsusda mənzil sahəsi üzrə öz fikirlərini cəmiyyətə təqdim edən şəxslərin hər birinin bir ortaq fikirləri var ki, artıq bu günləri bazardakı mənzillərin qiyməti ilə bir neçə il bundan əvvəl səsləndirilmiş şərtlər həm ahəng deyil, uyğun gəlmir, vətəndaşın cibinə uyğun deyil. Bax, bu barədə istəyərdim ilkin olaraq sizin fikirlərinizi alaq, sonra təbii ki, biz bu indikatorlara da toxunarıq. Buyurun. Təbii ki, burada əslində iki məqam var. Yəni, birinci məqam ona ibarətdir ki, bütövlükdə həm biz ipoteka kreditlərinə baxsaq ki, ipoteka kreditləri adi, güzəştli və daxili ipoteka kreditləridir. Adi ipoteka kreditləri üzrə qeyd etdiyiniz kimi mənzil bazarındakı dəyişikliklərə uyğun olaraq kreditin maksimum məbləğində artımlar müşahidə olundu. Hazırda adi ipoteka kreditləri 150 min manatdan təklif olunur. Amma güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manatdır. Yəni, birinci məqam ondan ibarətdir ki, maksimum məbləğ mövcud qiymət artımları fonunda, xüsusən də nəinki Bakının birinci və ikinci zonasında, hətta mərkəzə yaxın ərazilərdə mənzil almaq üçün yetərli deyil. Və nəzərə alsaq, bu kontekstin əslində bizim təkliflərimizdən biri ondan ibarətdir ki, güzəştli ipoteka kreditləri üzrə də maksimum məbləğin 100 min manatdan 150 min manata çatdırılması həyata keçirilsin. Bu imkan versin ki, məhz güzəştli ipoteka kreditlərini istifadə edən vətəndaşlarımız praktik olaraq uyğun məbləği əldə etməklə mənzilə sahib olmaq imkanları qazansın. O baxım təbii ki... Yəni, söhbət 4%li kreditdən gedir, doğrudur mu Vüqar müəllim? Bəli, 4%li güzəştli... Klasik ipotekada o 150 minlik civar var. Bəli, yəni, xüsusən nəzərə alsaq ki, adi ipoteka kreditləri 8%-dən təklif olunur, 150 min manat maksimum məbləğlə təklif olunur. Güzəştli ipoteka kreditləri 4%-lə, gənc ailələrə və maksimum məbləğ 100 min manat olmaq şərti ilə təklif olunur. Təbii, güzəştli ipoteka kreditləri daha cəlbedicidir, çünki nəticə etibarən vətəndaşlarımız, xüsusən gənc ailələr güzəştli ipoteka kreditlərindən istifadə etməyə çalışırlar. Ona görə də maksimum məbləğə baxılması və artırılması məqsədə uyğundur, çünki nəticə etibarən bu, xüsusən də əmlak bazarındakı qiymət artımları fonunda praktik olaraq həmin məbləğə baxılıb və artırılmasını aktuallaşdırır. İkinci məqam, təbii qeyd etdiyiniz kimi, əlçatanlıqdır. Yəni, təbii ki, güzəştli ipoteka kreditləri üzrə faiz dərəcələri etiraf etmək lazımdır ki, yüksək deyil, 4%-ə illik olaraq təklif olunur. Bu da təbii ki, xüsusən də region ölkələrlə müqayisə etsək,
güzəştli ipotek kreditləri faiz baxımından məqbul hesab oluna bilər. Təbii ki, biz faizin nisbətən də azaldılmasına baxılmasını təklif edirik. Çünki nəzərə alsaq ki, dövlət büdcəsi hesabına ödənilən vəsaitdir. Bu kontekstdən hətta 4%-in azaldılması imkanları da düşünürəm ki, var və bu istiqamətdə də qiymətləndirmənin aparılmasına ehtiyac var. Çünki 2025-ci ilin yekunları göstərir ki, 1156 vətəndaşımız güzəştli ipotek kreditlərindən istifadə edir. Yəni, əslində biz güzəştli ipotek kreditlərindən istifadə edən vətəndaşlarımızın sayına baxsaq və say təbii kiçik deyil, 1000-dən artıqdır. 1000-dən artıq ailə 4%li ipotek kreditindən istifadə etməklə mənzillərə sahib olub. 97 min manata yaxın və 96 min manata yaxın, daha doğrusu 96 milyon manata yaxın vəsait bu istiqamətə yönəldirib. Güzəştli ipotek kreditlərinin verilməsinə 2025-ci ildə 96 milyon manata yaxın, 95,6 milyon manat vəsait ayrılıb. Amma təbii ki, nəzərə alsaq ki, 2026-cı ildə ipotek kreditlərinin verilməsi üçün ayrılan vəsaitin məbləği 100 milyon manat olacaq və gözlənti də ondan ibarətdir ki, bu il güzəştli ipotek krediti götürərək mənzil problemini həll edən vətəndaşlarımızın sayında artımlar olacaq. Ona görə də təbii ki, bir tərəfdən vacib məqamlardan biri güzəştli ipotek krediti götürərək mənzilə sahib olan vətəndaşlarımızın sayının artmasına nail olmaqdan ibarətdir. Çünki nə qədər çox vətəndaşımız aşağı faizlə kredit götürüb mənzil sahibi olursa, nəticədə onlar mənzil bazarından çıxırlar. Bir tərəfdən bu tələbə təsir göstərir. Çünki tələb artdıqca qiymət artımları baş verir. Və tələbin optimallaşdırması və mənzil bazarında olan tələbin bir hissəsinin ipotek kreditləri vasitəsilə mənzil bazarından çıxarılması vacibdir. Çünki qiymətlərin optimallaşdırılması baxımından vacibdir və xüsusən nəzərə alsaq ki, 2022-ci ildən etibarən biz Azərbaycanın və xüsusən Bakının mənzil bazarında qiymət artımları müşahidə edirik və qiymət artımları nəticə etibarən əl satanlığa təsir göstərir. Digər tərəfdən isə təbii ki, nə qədər çox vətəndaşımız güzəştli ipotek kreditindən istifadə edirsə, bu o qədər çox vətəndaşımızın mənzil təminatının həll edilməsi, mənzil probleminin həll edilməsi və mənzil təminatının həyata keçirilməsi anlamına gəlir. Ona görə də təbii ki, vacib məqamlardan biri də ondan ibarət ki, bu sayın artırılması və xüsusən də bizim təbii ki, müzakirə etdiyimiz kimi, əvvəllər müzakirə etdiyimiz kimi, sektoral, hansı sektorda daha az, hansı sektorda çalışanlar daha az ipotek krediti götürürlər, onların araşdırılmasına ehtiyac var, səbəblərin müəyyənləşdirilməsinə ehtiyac var. O baxımdan bu kontekstdən təbii ki, çox vacib məqam güzəştli ipotek kreditdən istifadə edərək mənzil alan vətəndaşlarımızın sayının artırılmasına nail olmaqdan ibarət. Çünki bir tərəfdən ipotek kreditləri var, digər tərəfdən kirayə mənzilləri var, eyni zamanda kirayə mənzillərinin yanaşı sosial mənzillər var. Ümumiyyətlə, ipoteka fondu tərəfindən, xüsusən nəzərə alsaq ki, 2025-ci ilin yekunlarına əsasən 3,7 milyard manata yaxın ipotek kreditləri verilib. Söhbət təbii ki, ipotek kreditinin tətbiq olunmasına başlandığı dövrdən gedir. Eyni zamanda artıq kirayə mənzil fondunda da xüsusən son illər artımlar müşahidə olunur. Çünki kirayə mənzilə sahib olan vətəndaşlarımın sayı artıq 9000-dən çoxdur. Xüsusən nəzərə alsaq ki, ilk illər nisbətən maraq az idi. Daha sonra biz marağın artmasını müşahidə etdik. Yəni, o baxımdan bir tərəfdən həm də kirayə mənzil fondudur və onun da əlçatanlığının artırılması ona görə vacibdir ki, kirayə mənzil də vətəndaşlarımıza imkan verir ki, kirayə mənzili götürərək, kirayə ödəyərək sonunda mənzilə sahib ola bilsin. Bu əslində mənzil problemi həlli baxımından vacibdir, amma sözsüz burada çox vacib məqamlardan biri xüsusən də gənc ailələr üçün və ya ödəmə imkanları nisbətən məhdud olan vətəndaşlarımız üçün əlçatanlığın daha yüksək səviyyədə təmin edilməsidir. Təşəkkür edirəm. Giriş fikirlərinizlə bağlı həmən bir neçə sual çıxdı konkret. Vurguladınız ki, siz hətta güzəştli kreditlərin faizinin, yəni 4%-dən aşağı endirilməsi üzərində təkliflərlə çıxış edirsiniz. Belə bir fikir mübadiləsi aparılır. Əlbəttə ki, önəmli addımdır. Amma Rəvət Vüqar müəllim, sizə elə gəlmirmi ki, indiki dövrdə
o faizlərlə həm də özünüz də vurğuladınız ki, və bu reallıq da bundan ibarətdir ki, indiki reallıqda ətraf qonşularda, eləcə də hətta yaxın Rusiya, Türkiyəni də götürsək, faiz dərəcələri, ipoteka faiz dərəcələri Azərbaycanda qənaətbəxşdir. Ola bilər ki, 1-2% fərq eləsin, amma ümumən götürəndə, yəni uzlaşır digər ölkələrdəki təqdim olunan faiz göstəricilərindən. Faiz göstəricilərindənsə sizə elə gəlmirmi ki, şərtləri, alətləri yüngülləşdirməyin zamanıdır, vaxtıdır. Adətən hansısa addımlar atılanda o aydındır. İstər qanunvericilik təşəbbüsündən çıxış edərkən ilkin mərhələdə o da ölçülür, biçilir, müzakirələr aparılır. Amma bəzən görürsən ki, reallıq və yaxud da ki, müxtəlif proseslər, hətta müəyyən siyasi, geosiyasi proseslər belə bir mənalı şəkildə iqtisadi məsələlərə təsir edir və bu da düz mütənasiblik yaradır. Nədən mən, yəni bir qədər də sualımı konkretləşdirib, bir efir öncəsi də müzakirə apardıq. Məsələn, götürək Mənzil İnşaat Dövlət Agentliyinin təqdim etdiyi portfeldə şərtlərdə. Ola bilər, ilkin mərhələdə bilirsiniz ki, orada sosial qruplar var, müharibə iştirakçıları, orta məktəb müəllimlərin, deməli, onların təminat məsələsi və bir neçə il bundan öncə ölkə başçısı İlham Əliyev xüsusi sərəncamı ilə jurnalistlər də bu sosial qrupa aid edildi. Biz əgər sizinlə bir yerdə o şərtlərə diqqət yetirsək, ilkin normal görünür, amma bəzi məqamlar var ki, mütləq şəkildə o məqamların üzərində fikir mübadiləsinin aparılması yəni yerində olardı. Nədən gedir söhbət? Bilirsiniz ki, 4%lik kredi, yəni biz orada şəxsi kabinet açmaq üçün 4%lik güzəştlik ipoteka kreditində şərtlərdən biri də odur ki, 35 yaşına qədər olan deməli bizim gənc ailələr, jurnalist ailələri ilə 5 il fasiləsiz əmək kitabçası və eləcə də digər bizim o elektron sistemlərdə əmək haqqı aldığını, işlədiyi redaksiyalarda əmək müqavilələrinin bağlandığını sübut edən sənəd tələb olunur 35 yaşa qədər. Amma 35 yaşdan dərhal yuxarı yaş həddində 15 il tələb olunur. O da reallıqdır ki, etiraf edək ki, 90-cı illərin sonunda, 2000-ci illərin əvvəlində jurnalistika, redaksiyalarda bir qədər qeyri-müəyyənlik var idi. Əksər redaksiyalar, belə demək mümkündürsə, bu əmək müqavilələrinin bağlanmasından boyun qaçırılır. Təbii, burada bu şərtlər verilib, burada həm redaksiyanın məsuliyyəti var, eləcə də jurnalistin məsuliyyəti var ki, zamanında o əmək müqaviləsini tələb etməli idi. Amma sosial ehtiyaclar ola bilsin ki, qarşı tərəfi, yəni jurnalisti bunu tələb etməyə vadar etməyib. Məsələn, deyək ki, bir nümunə dediyim kimi 35-ə qədər əgər biz təqdim ediriksə 5%, olmazmı ki, bax 35-45-ə qədər olan yaş həddi jurnalist ailəsini edilsin 10 il, belə demək mümkündürsə, iş əmək kitabçası və dediyimiz mexanizmlər üzrə tələb olunsun. 45-dən yuxarı da 15 il olunsun. Yəni ortada bir hansısa bir indikatorlara dəyişməyə ehtiyac varmı? Bax, məsələlərin müzakirəsinin aparılmasına ehtiyac varmı? Əminəm ki, digər kateqoriyadan olan şəxslərdə də müəyyən hansısa yüngül yer dəyişmələrə ehtiyac var. Buyurun. Ona görə faizlərdən əvvəl o qoyulan indikatorlara diqqətin yetirilməsi. Faizlər, əvvəla faizlərlə bağlı, faizlər, yəni nə üçün əslində biz adi ipoteka kreditləri üzrə deyil, güzəştli ipoteka kreditləri üzrə faizlərin baxılmasını təklif edilir. Yəni, adi ipoteka kreditləri bildiyiniz kimi ipoteka istiqrazları yerləşdirməklə əldə edilən vəsait hesabına təklif olunur. Və burada yerləşdirilən ipoteka istiqrazlarının xərci və həmin istiqrazlara görə ödənilən vəsait çox önəmlidir. Yəni, bu birbaşa adi ipoteka kreditlərinin faiz dərəcəsini müəyyənləşdirir. Güzəştli və ya sosial ipoteka kreditlərində bildiyiniz kimi dövlət büdcəsinə ayrılan vəsaitdir və dövlət büdcəsinə ayrıldığı üçün burada xüsusi bir xərc yoxdur. Çünki büdcə vəsaitidir və büdcə həmin vəsaiti ayıran zaman gəlir əldə etmək deyil, vətəndaşların mənzil təminatının həllini prioritet edir. Təbii ki, burada büdcəyə daxil olmalardan söhbət getmir. Çünki hətta kredit verildikdən sonra həmin kreditə görə ödənişlər yenidən ipotekanın maliyyələşdirilməsinə yönəldirir. Və əslində biz baxsaq, ipoteka kreditlərinin sayındakı artımlar birbaşa ona bağlıdır ki, yenidən maliyyələşdirmə həyata keçirir. Amma faiz dərəcələri nə qədər optimal olursa, bu əlçatanlığı və xüsusən də əmək haqqı üçün tələbə birbaşa təsir göstərir. Yəni, əgər faiz yüksəkdirsə,
aylıq ödəniş tələbi daha yüksək olur. Mənəsədə əmək haqqları nisbətən aşağı olan vətəndaşlar ipotek kreditinə müraciətdə çətinliklə üzləşirlər. Ona görə faizlər həm də müraciət baxımından, əlçatanlıq baxımından vacibdir. Faizlərin aşağı olması nəticə etibarilə vətəndaşlarımızın və xüsusən də ödəmə qabiliyyəti nisbətən yüksək olmayan vətəndaşlarımızın da ipotek kreditlərinə müraciətinə imkan yarada bilər. İkinci məqam şərtlərlə bağlı. Bildiyiniz kimi MİDA-nın xüsusi şərtləri yoxdur. MİDA güzəştli ipotek kreditlərində şərtlər necədirsə, ona inteqrasiya olunan həmin şərtlər üzərindən evləri təklif edir. Yəni MİDA tərəfindən hər hansı şərtlərə əlavələr və yeni şərtlər təqdim olunmur. İpotek krediti və zəmanət fondu tərəfindən hansı şərtlər təsdiq olunursa, hansı ki, bu da Nazirlər Kabineti tərəfindən təsdiq olunur, həmin şərtlərə uyğun olaraq da MİDA sosial evləri təklif edir. Ona görə də siz diqqət yetirsəniz, güzəştli ipotek kreditləri üzrə şərtlər hansı şərtlərdirsə, sosial mənzillər həmin şərtlərlə təklif olunur. Sözsüz, burada vacib məqamlardan biri ipoteka fondu tərəfindən məhz hansı sektorlarda vətəndaşlarımızın daha az müraciət etməsinin statistikasının hazırlanması və həmin statistikanın təhlilidir. Yəni, datanın təhlilidir. Təbii ki, bizim müşahidələr göstərir ki, yəni siz qeyd etdiyiniz jurnalistika, eyni zamanda müşahidələr göstərir ki, hətta bizim təhsil işçilərimizin, yəni müəllimlərimizin də güzəştli ipotekadan istifadə imkanları nisbətən məhduddur. Baxmayaraq ki, artımlar var. Artımlar da ona görədir ki, əmək haqqı artımları var. Burada məhdudiyyət həm də əmək haqqları ilə bağlı deyilmi, yoxsa? Təbii ki, əmək haqqı yüksək olmayan sektorlarda müraciət imkanları məhdud olur. Çünki orada aylıq ödəniş, kalkulyator aylıq ödənişi müəyyənləşdirir, ilkin ödənişi müəyyənləşdirir və əmək haqqı yüksək olmayan sektorlarda biz müraciətlərin nisbətən az olmasını müşahidə edirik. Amma düşünürəm ki, jurnalistlər üçün daha xüsusi və daha spesifik yanaşma məqsədə uyğun olardı. Və siz qeyd etdiyiniz yanaşma diferensial yanaşmadır. Yəni, yaşa görə diferensial yanaşma. 35 yaş, yəni nəzərə alsaq ki, orta ömür müddəti rəsmi statistikaya əsasən artırsa və xüsusən də gənc ailəyə yanaşma və meyillər dəyişir. Yəni, ümumiyyətlə, biz baxsaq, qlobal olaraq gənc ailə və gənc yaş anlayışına yanaşma dəyişir. Və yanaşma dəyişdiyi üçün əslində 35 yaşa baxılması, 35 yaşın artırılması da mümkündür. Çünki nəticə etibarilə bir tərəfdən əvvəlki illərlə müqayisədə statistika göstərir ki, daha erkən yaşda ailə quranların sayı azalır. Və eyni zamanda xüsusən nəzərə alsaq ki, biz Milli Məclisə bu yaxınlarda uşaq hüquqları ilə bağlı qanun layihəsinin müzakirəsində də biz diqqət yetirdik. Yəni, ona bağlısına qanun layihəsi ilə bağlı mən o statistikaya baxanda bəlli oldu ki, il ərzində təxminən 22 min ailə boşanır orta hesabla. Bu da əslində kifayət qədər ciddi bir rəqəmdir. Və təbii ki, xüsusən də gənc ailələrin sayını etiraf edək ki, boşanmaların sayının artmasına təsir edən amillərdən biri də elə tərəflərin, yəni gənc ailənin mənzillə təminatında problemlərin olmasıdır. Təbii ki, fərqli səbəblər var. Yəni, səbəblərdən birini dedik. Təbii ki, səbəblərdən biri də güman edirəm ki, mənzil təminatı ilə bağlıdır. Amma ümumiyyətlə, statistika göstərir ki, boşanma sayı artır. Bu da təbii ki, xüsusən nəzərə alsaq ki, gənc ailələrin, təxminən həmin ailələrin statistikaya əsasən təxminən yarısında həmin ailələrdə uşaq olub, yəni uşaqlı ailələr olub, yarısı təxminən uşaq olmayan ailələrdir. Bu demək ki, onlar daha gənc yaşlarında və ya ailə qurduqdan bir qısa müddət sonra boşanmaq qərarı veriblər. Bu da təbii ki, bu məqamda ondan xəbər verir ki, əslində yaşa baxıb və yaşın dəyişdirilməsi məqsədə uyğun olar. Çünki bu güzəştli ipotek krediti gənc ailələr üçündür. Amma spesifik olaraq bəzi sektorlarda, o cümlədən jurnalistlər üçün, dövlət qulluqçuları üçün, orada təbii ki, yaşla bağlı məhdudiyyətlər yoxdur. Çünki tələb olunan iş stajına yanaşma fərqlidir. Jurnalistlər üçün
yəni konkret jurnalistlərlə bağlı mən razıyam ki, xüsusən də əvvəlki illərdə əmək müqavilələrinin olmaması və ya o Maraqlı hətta olmasın redaksiya bağlanılmaması, rəhbərliyi. bağlansa da belə qeydiyyata alınmaması halları var. Bu da təbii ki, bizim hörmətli jurnalistlərimizin ipotek kreditlərə müraciətinə birbaşa təsir göstərir. Hər halda düşünürəm ki, bu çox maraqlı məqamdır. Biz növbəti verilişlərdə də bunu ayrıca indi statistikanı biz xahiş edib əldə edərik ki, məsələn, nə qədər jurnalistimiz evlə təmin olunub, nə qədər müəllimimiz evlə təmin olunub. O statistikanı əldə edib düşünürəm ki, daha ətraflı müzakirə etmək imkanlarımız olacaq və baxmaq lazımdır ki, jurnalistlər nə üçün güzəştli ipotek kreditlərinə az müraciət edirlər və ya çox müraciət edə bilmirlər. Onun səbəblərinin araşdırılmasına ehtiyac var. Çünki yəni mən də təbii ki, mütəmadi olaraq hər gün bizim hörmətli jurnalistlərlə ünsiyyətdə olub, müsahibələr görürük. Bəli, əyani sorğular da dediklərimizə bir, yəni istiqamət verə bilər ki, bax bizim özümüzə də şəxsən dostlara bağışlayın, sizin fikrinizi kəsdim müvəqqəti. Şəxsi müraciətdə də soruşursan ki, evin yoxdur, indi dövlət müəyyən mənzillər xatırlayırsınızsa jurnalistlərə təqdim elədi, pulsuz və hal-hazırda həmkarlarımız o evlərdə yaşayırlar, amma bununla bitmir. Nəzərə də alsaq ki, jurnalistlər, yenə deyirik, bütün cəmiyyətdəki fəaliyyət göstərən kateqoriyalar və yaxud da ki, sahələrin hamısı ümdədir, vacibdir. Amma indi biz əlçatan kimi müzakirəsini aparmaq üçün daha rahat olduğuna görə jurnalist sahəsini biz nümunə gətiririk. Biz əyani müzakirələrdə görürsən ki, yenə də onların əmək haqları bütün redaksiyalarda elə də böyük deyil. Yalnız ailə büdcəsindən kimlərsə əlçatanlıq əldə edə bilər. Bu da təbiidir ki, saya vuranda və yaxud da hesablayanda çox məhdud sayda biz nəticə görmüş oluruq. Ona görə də tamamilə haqlısınız ki, bir araşdırma da aparmaq olar ki, səbəb nədir? Bəlkə də yüngül bir geri dəyişmələr etməklə, əlavələr etməklə, şərtlərəmi biz həmin ailələri də mənzillərlə təmin etmiş olarıq. Ümumiyyətlə, yəni sektorlar üzrə baxanda düşünürəm ki, əsas səbəblərdən biri əmək haqqı məbləğidir. Çünki ailələrdə ailə üzvlərinin hər biri üçün xərc hesablanır. Bu yaşayış müəyyənə uyğun olaraq müəyyənləşdirilən xərcdir ki, hazırda 300 manatdır və nəticədə ailə üzvləri nəzərə alsaq, bu ailənin bəlli bir xərci var və bank tərəfindən həmin xərc hesablanır. Hesablandıqdan sonra həmin ailənin gəlirindən xərc çıxırır. Əgər qalan vəsait ipotek krediti ödəməyə imkan verirsə, o halda həmin ailə ipotek kreditinə müraciət edə bilir. Ona görə düşünürəm ki, əmək haqqı vacibdir. Burada təbii ki, yalnız ipotek krediti şərtləri deyil, həm də xüsusən iş yerlərində, əmək müqavilələrində əmək haqların tam göstərilməsi. Çünki bizim müşahidələr də göstərir ki, hər halda etiraf etmək lazımdır ki, xeyli sayda iş yerləri var ki, o iş yerlərində əmək müqaviləsində real əmək haqqları göstərilmir və real əmək haqqları göstərilmədiyinə görə işçi ipotek kreditlərinə və ya kreditə müraciətdə çətinlik çəkir. Ona görə çox vacibdir ki, işə götürən işçi arasında müqavilə şərtləri razılaşdırılan zaman, müqavilə bağlanan zaman məhz o əmək haqqı ilə bağlı şərtlər reallığı və real əmək haqqını əks etdirir. Amma yenə qayıtmaq istərdim sizin öncə qeyd etdiyiniz məqam, çünki çox faydalı və maraqlı məqamdır. Düşünürəm ki, təbii ki, xüsusən də qlobal olaraq orta yaş və yaşlanma anlayışına münasibət dəyişdiyi üçün diferensial yanaşmanın tətbiq edilməsi mümkündür. Təbii ki, bu kontekstdən, yəni sizin də qeyd etdiyiniz kimi, Telman bəy, şərtlərə baxılması və diferensiallığın təmin edilməsi məqsədə uyğun olur. Çünki nəticə etibarilə öncə də qeyd etdik, ümumiyyətlə gənc ailə, gənc insana qlobal olaraq yanaşma dəyişib yaş kontekstindən. Bu baxımdan təbii ki, razıyam ki, xüsusən də həm jurnalistlər üçün, həm 35 yaşdan yaşı yuxarı olan vətəndaşlarımız, hansı ki, onların güzəştli ipotekaya, beləcə də sosial mənzillərə müraciət hüquqları var. Həmin vətəndaşlarımızın xüsusən də yaşa diferensial olaraq iş stajı tələbinin qoyulması və müəyyənləşdirilməsi məqsədə uyğun olar. Çünki nəticə etibarilə xüsusən nəzərə alsaq ki, məsələn 45 yaşında olan jurnalistin, indi biz jurnalistlərlə bağlı müzakirə etdik, bəzi hallarda və ya 40 yaşında olan jurnalistin
15 illik iş stajı tələb etməsində müəyyən çətinliklər olur. Və əsas çətinliklərdən biri media sferasının uzun müddət tam məşğulluq baxımından tam rəsmiləşməməsi ilə bağlı idi. Çünki müqavilə bağlanmırdı və jurnalistlər iş yerlərinin Həyat tez-tez əmək dəyişirdilər. kitabçalarında qeyd olunurdu, amma əmək müqavilələri rəsmi olaraq Təbii ki, əmək kitabçasında qeyd olunurdu, amma əmək müqaviləsi olmadığı üçün elektron qeydiyyata düşmürdü və müraciət edən zaman digər qurum həmin əmək müqaviləsi ilə bağlı məlumatları və ya işlə bağlı məlumatları görə bilmir, çünki əmək müqaviləsi olmurdu. Eyni zamanda nəzərə alsaq ki, deməli son 10 ilədək jurnalistlər də həm tez-tez media qurumlarını iş yerlərini dəyişirdilər və media qurumlarının da sıradan çıxması, yenilərinin yaranması müşahidə olunurdu və əslində biz son ildə media sahəsində artıq stabilliyi müşahidə edirik. Məhz əmək müqavilələrinin bağlanması və məşğulluq kontekstindən. Bu baxımdan təbii ki, diferensial yanaşma məqsədə uyğundur, amma bütövlükdə biz ümumiləşdirsək, xüsusən güzəştli ipotek kreditləri üzrə əlçatanlığının artırılması və bu zaman sektoral təhlilin aparılması, daha az müraciət olan ixtisaslar üzrə, o cümlədən sektorlar üzrə, eləcə də biz qeyd etdiyimiz kimi, jurnalistlər, müəllimlər, daha az müraciətlər olan sektorları, yəni təhsil sferası müəyyənləşdirilməsi və onun səbəblərinin araşdırılmasına ehtiyac var ki, həmin sektorda çalışan vətəndaşlarımız da ipotek kreditdən istifadə etməklə mənzil problemlərini həll edir. 3 dəqiqəmiz qalıb. Bir qısa sualımdır, bir də ümumi belə sualımdır. Çox maraqlı bir məqamlara da toxundunuz və siz də bunu labüd saydınız. Əmək müqavilələrə bağlanılmayıb, amma əmək kitabçalarında qeydlər aparılıb. Bu jurnalistika sahəsinə də aiddir, eləcə də deyək ki, müəllimlərlə də bağlı indi biz sorğular alaraq və yaxud da ki, verilişdən qabaqda belə bir müzakirələrdən üz-üzə qaldıq. Mümkün demiş ki, bu doğrudur. Ayrı-ayrı qurumların özünün daxili qərarlarıdır. Həmən qurumlar deyə bilər ki, bu şərtlər sizin də vurguladığınız kimi Nazirlər Kabinetinin və digər ali üst qurumların bizə irəli sürdüyü şərtlərdir. Məsələn, mümkündürmü ki, digər faktlar təqdim etməklə və əmək kitabçasına notarial qaydada təsdiqini ortaya təqdim etməklə, deyək ki, əmək müqaviləsi bağlanılmayıb, amma əmək kitabçasında həmin illər göstərilir. Bax, buna göz yummaq mı deyə və yaxud da ki, bax, bu məsələdə güzəşt olunması kimi məsələlər necə düşünürsünüz? Mənzil təminatının əldə olunmasına təkan ola bilərmi? Yoxsa şərt qayda dəmir qaydadır? Bunun üçün ümumi qaydalara baxılması və dəyişdirilməsi müzakirə oluna bilər. Düzdür, burada fərqli məqamlar var. Çünki digər tərəfdən yalnız mənzil təminatı ilə bağlıdır, həm də pensiya məbləğinin hesablanmasında da bu əsas meyarlardan biridir və birinə çevrilə bilər. Məsələn, əgər vətəndaşın əmək müqaviləsi olmayıbsa, əmək kitabçasında qeyd olunubsa, bu onun pensiya məbləğinə təsir göstərməyəcək. Ona görə də burada digər tərəfdən də bəzi, təbii ki, burada bilirsiniz, hər iki məqamın nəzərə alınmasına ehtiyac var. Çünki elə bir qərarlar olmalıdır ki, sui-istifadələrə imkan yaratmasın. Doğru. Mən də ona görə dedim ki, əlavə faktlar təqdim etməklə, real faktlar təqdim etməklə ortaya ki, bu sui-istifadə halına yol verilməyib. Şəxs 2-3 il bundan qabaq müəllim işləyib və yaxud jurnalist işləyib, həmin dövrün müəyyən o eskizlərini təqdim eləməklə, ad, soyadı, müəllifliyini orada təqdim eləməklə bir növ həmən o etibar, sui-istifadə halının aradan qaldırılması məsələsi. Bəli. Müəllimlərlə bağlı Telman bəy, düşünürəm ki, xüsusi bir problem düşünmürəm ki, var. Yalnız özəl sektorda müəyyən belə bir çətinliklər ola bilər, amma dövlət sektorunun təbii ki, əmək müqavilələri bağlanırdı. Amma jurnalistlərlə bağlı spesifik yanaşma müzakirə oluna bilər. Yəni, jurnalistin həmin dövrdə yazdığı məqalələr və orada işlədiyini və əməkdaşlıq etdiyini sübut edən faktları təqdim etməli. Düşünürəm ki, bu istiqamətdə müzakirələrin aparılması mümkün ola bilər. Və bir dəqiqəlik son. Ümumən, biz bir qədər öncədən də bax, məsələləri müzakirə etdik. İstər Milli Məclisdə, istər Milli Məclis digər iqtisadi qurumlarla, o cümlədən ipoteka kreditləri və zəmanət fondunun müvafiq şəxsləri ilə bu hava necədir? Bax, bu dediyimiz indikatorlar, faizlərin dəyişdirilməsi, bazarda qiymətlərin artması, bax, qarşı tərəfin belə deyək, marağı varmı artıq ki, bu məsələlərin üzərində yaxın dövrlərdə doğrudan da bir ciddi müzakirələr aparılsın ki, hansı məsələlərdə mümküniyyət varsa onu həyata keçirsinlər?
Mən düşünürəm ki, maksimum məbləğin artırılması mümkündür. Bu istiqamətdə bizim müzakirələrimiz davam edir və xüsusən də güzəştli kreditlər üzrə maksimum məbləğin artırılması məsələsi bu gün müzakirə edilən məsələlərdəndir. Sektoral yanaşmasına bu ilk dəfə müzakirə etdiyimiz məsələ deyil. Daha öncə də biz hətta mediadan kənar müzakirələrdə də belə nə üçün media nümayəndələri az müraciət edir, nə üçün bəzi sektorlardan az müraciət gəlir, Doğru. o məsələnin baxılmasını biz xahiş etmişik. Düşünürəm ki, bu istiqamətdə də addımların atılması mümkündür. Diferensial yanaşma sizin qeyd etdiyiniz məqam çox maraqlı məqamdır və biz inşallah o istiqamətdə də müzakirələrimizi davam etdirəcəyik. Sizə dərin təşəkkürümü bildirirəm, dəyərli millət vəkilimiz. Və sizin də vurguladığınız kimi zaman-zaman bu məsələlərdə sahibi olaraq, xüsusi olaraq segmental məsələlərin üzərinə həm də əlimizdə nəticələrin, statistik göstəricilərin olması ilə biz qısa şəkildə belə verilişlər ərsəyə gətirə bilərik. Sizə təşəkkürümüzü bildiririk. Sağ olun, salamat qalın. Dəyərli, sağ olun. Dəyərli tamaşaçılar, diqqətinizə çatdırmaq istəyirəm ki, AXC TV-nin Azad Meydan verilişində biz bu günləri ipoteka kreditlərinin əl çatanlığını müzakirə etdik. Əlbəttə ki, əksəriyyətinizlə razılaşarsınız, bazarda mənzillərin qiymətində kifayət qədər dəyişiklik var. Faizlər uyğun olsa da mexanizmlər, indi hörmətli millət vəkili də, eləcə də mən aparıcı olaraq bunu səsləndirdim. Diferensial yanaşmaların tətbiqi günümüzün ən aktual məsələlərindəndir. Bir daha diqqətinizi çatdırmaq istəyirəm ki, verilişimizin qonağı hörmətli millət vəkilimiz, iqtisadçı millət vəkilimiz Vüqar müəllim Bayramlı idi. Sağ olun, salamat qalın.